O qədər ucadır Allah, o qədər əzəmətlidir Allah. Siz təsəvvür eləyin ki, bizə Quran göndərib. Bu müqəddəs kitabın cümlələri öz cümlələridir. Sözləri öz sözləridir. Yəni cümlə quruluşu öz cümlə quruluşudur. Məntiqi öz məntiqidir. Elə mələkləri var ki, çox əzəmətlidir və yaradılışdan əbədi olaraq qiyam halında onun qarşısında ağlayır və hədislərdə var bu. Ağlayır və ona ibadətdədir. Bizim kimi məxluqlar, yəni bizim maddə aləmdə yaranmışıq və yaxud da bizim nəfsimiz var və s. və ilaxir, daha şərafətli məxluqlar var. İndi biz də çata bilərik, amma hələ insanın yaradılışında çata bilsə çatacaq. Bizim kimi varlıqlarla özü girir məsələnin ortasına. Doğrudan da bunlar vallah düşünməli məsələlərdir.